Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşları Ququti, Sadaxlı və Valis sərhəd sektorlarının xidmət ərazilərində 3 xarici ölkə vətəndaşını, 1992-ci il təvəllüdlü A.V-nı, 1997-ci il təvəllüdlü H.S-nı və 1977-ci il təvəllüdlü Q.O-nu, həmçinin 2 Gürcüstan vətəndaşını, 1976-cı il təvəllüdlü M.K-nı və 1993-cü il təvəllüdlü K.L-nı dövlət sərhədinin qanunsuz keçməsi və qrup halında qanunsuz keçməyə cəhd faktı ilə bağlı saxlayıblar. İstintaqın məlumatına görə A.V və H.S qrup halında qanunsuz şəkildə Gürcüstan-Ermənistan sərhədini keçməyə cəhd ediblər. Q.O isə Ermənistan ərazisindən Gürcüstana sərhədi qanunsuz şəkildə keçib. M.K və K.L sərhəd keçid məntəqəsindən yan keçərək Türkiyə Respublikasından Gürcüstana qanunsuz daxil olublar. Faktla bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşları Axalçıq İdarəsinin Çarali sərhəd sektorunun xidmət ərazisində 1999-cu il təvəllüdlü S.X-nı və 1987-ci il təvəllüdlü E.M-yi Gürcüstan dövlət sərhədini qrup halında qanunsuz keçmək ittihamı ilə saxlayıblar. İstintaqın məlumatına görə saxlanılan şəxslər sərhəd keçid məntəqəsini yan keçməklə Türkiyə Respublikasından Gürcüstana qanunsuz daxil olublar. Qanunvericiliyə əsasən bu əməl 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Faktla bağlı istintaq aparılır.